Bakıda və rayonlarda martın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Qlobal xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz yağıntılı olacağı ehtimalı var. Gecə və səhər zəif duman, mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1 dərəcədən 3 dərəcəyə qədər isti, gündüz 6 dərəcədən 10-a qədər dərəcə isti olacaq. Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi şərq rayonlarında arabir yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə zəif duman, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1 dərəcədən 5 dərəcəyə qədər isti, gündüz 9 dərəcədən 14 dərəcəyə qədər isti. Dağlarda gecə 3-dən 8 dərəcəyə qədər şaxta, yüksək dağlıq ərazilərdə 10 dərəcədən 15 dərəcəyə qədər şaxta, gündüz 0-dan 5 dərəcəyə qədər şaxta olacaq. Gecə və səhər bəzi dağlıq rayonlarda yolların buz bağlayacağı ehtimalı var.